Aktyor, əməkdar artist Neftullah Əsgərov, Neftullah Fəthullahoğlu Əsgərov Lənkəranın Girdəni kəndində anadan olub. Bakı Kitabxanaçılıq Texnikumunun Mədəni Maarif şöbəsinin öz fəaliyyət dram kollektivinin rəhbəri tam kursunda Rostov şəhər Pedaqoji İnstitutunda təhsil alıb. 1986-cı ildən Lənkəran Mədəniyyət şöbəsində Mədəniyyət evinin direktoru vəzifəsində çalışıb. 1995-ci ildən Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor kimi çalışıb. Əməkdar artist fəxri adına layiq görülüb. Mayın 27-sində Prezident İlham Əliyev mədəniyyət xadimlərinin fəxri adlarının verilməsi ilə bağlı sərəncam imzalanmışdır. Həmin gün siyahıda adı olan sənətkarların sevincinin həddi-hüdudu yox idi. Bu sevincdən Lənkəran Dövlət Dram Teatrına da bir pay düşdü. Teatrın istedadlı aktyoru Neftullah Əsgərov əməkdar artist fəxri adına layiq görüldü. 2014-cü ildə teatrın inkişafında xidmətlərinə görə Mədəniyyət və Turizm Nazirliyinin fəxri mədəniyyət işçisi nişanı ilə təltif olunmuşdur. O, səhnədə və ekranda yaratdığı obrazlarla tamaşaçıların yaddaşında əbədi iz qoyub. 1995-ci ildən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışan Neftullah Əsgərov ömrünü məhz bu teatra həsr edib. İrili-xırdalı bir çox rollar ifa edib. O, teatrda Qənizadənin Xorxor əsərində Seyfullah, Üzeyir Hacыбəyovun Olanlardan keçənlərində Atamoğlan əmi, Nəcəf bəy Vəzirovun Hacı Qəmbərində Qıdı Kirvə, İskəndərzadənin Qalxın Məhkəmə Gəlir tamaşasında Bəhruz, Mirələmovun Vicdanın hökmündə Aşot və sair obrazlara səhnə həyatı verib. 2024-cü il yanvar ayının 22-sində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Lənkəranın Girdəni kəndinin qəbirstanlığında dəfn olunub. Allah rəhmət eləsin.